Salam müəllimlər, hər birinizi salamlayıram. Müəllimlərə və eyni zamanda müəllim olmağa hazırlaşan müdavimlərə. Bu günləri bizim mövzumuz qiymətləndirmə haqqında ümumi məlumat və qiymətləndirmənin prinsipidir. Bir də biz sizinlə diaqnostik qiymətləndirmənin bunlar hər ikisini bir yerdə keçəcəyik. Gəlin başlayaq. Düzgün qiymətləndirmə prosesi effektiv öyrətmə və öyrənmənin əsas elementlərindən biridir. Araşdırmalara görə qiymətləndirmə şagird nailiyyətinə müsbət təsir edir. Əgər şagirdlərə fəaliyyəti barədə düzgün istiqamət verirsə, bəli, təbii ki də əgər biz qiymətləndirərkən şagirdlərə düzgün fəaliyyəti barədə istiqamət veririksə, o zaman qiymətləndirmə müsbət təsir olacaq şagirdin nailiyyətinə. Eyni zamanda öyrənmək üçün aydın standartlar müəyyənləşdirilirsə, yəni aydın standart nə deməkdir? Öyrənmək üçün. Yəni meyarları düzgün standart şəklində müəyyənləşdiririksə, şagirdin inkişafı davamlı şəkildə aparılarsa, izlənilirsə, bəli, şagirdin inkişafının davamlı şəkildə aparılması, izlənilməsi o deməkdir ki, şagirdə vaxtında düzgün rəy vermək, konstruktiv rəy vermək lazımdır və şagirdlə əks əlaqədə olmaq lazımdır. Şagirdin ehtiyaclarını qarşılamaq naminə təlimi tənzimləyirsə, bəli, şagirdin maraq və tələbatlarını nəzərə almalıdır, ehtiyaclarını qarşılamalıdır. Çünki əgər bacardığı bir şey yox, artıq bacarmadığı bir şeyə aparmaq, yəni olduğu yerdən olmalı olduğu yerə aparmaq lazımdır. Bəs qiymətləndirmə nədir? Müasir ədəbiyyatda qiymətləndirmə şagird nailiyyəti barədə informasiya toplamaq kimi tərif edilir. Yəni qiymətləndirmə şagirdin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni biz şagirdin artıq sonda əldə etdiyi nailiyyəti qiymətləndiririk. Qiymətləndirmə şərait yaradır. Müəllimin öz fəaliyyətinin effektivliyini təhlil etməsinə, gələcək fəaliyyətin planlaşdırmasına, şagirdlərin inkişafına və təlim nailiyyətlərinin izləməsinə. Bəli, müəllimlər, biz qiymətləndirərkən şagirdin nailiyyətindən artıq xəbərdar oluruq və artıq bilirik ki, şagird məsələn hansı hissələrdə zəifdir, hansı hissələrdə çətinlik çəkir və artıq planlaşdırırıq ki, biz yeni dərsimi keçək, yoxsa tədris etdiyi mövzunun çətinlikləri, şagirdə qaranlıq qalan məqamların üzərində işləyim. Artıq müəllim özü üçün öz fəaliyyəti barədə də məlumat alır ki, mən şagirdə nəyi öyrədə bildim, şagirdə nəyi öyrədə bilmədim. Bütün bunları artıq şagird nə edir? Müəllim daha doğrusu nə edir? Bir növ artıq məlumatlı olur. Daha sonra şərait nəyə yaradır? Şagirdin qarşıya qoyulmuş təlim nəticələrinə nə qədər çatdığını müəyyənləşdirməsinə və öz fəaliyyətini planlaşdırmasına. Az öncə də qeyd elədiyim ki, yəni müəllim artıq müəyyən edir ki, şagird nəyi öyrənib, nəyi öyrənməyib, mövzudakı verilən təlim nəticəsinə nə dərəcədə çatıb, nə dərəcədə çatmayıb və artıq özünün planlaşdırmasına şərait yaradır. Qiymətləndirmə təkcə şagirdə qiymət yazmaq üçün deyil. Bütün sinifin inkişafını izləmək və lazım gəldikdə təlim proqramına dəyişiklik etmək ehtiyacı üzə çıxartmağa da kömək edir. Bəli, biz təkcə şagirdlərə qiymət yazmırıq. Onların inkişafını izləyirik, bütün sinifin bir yerdə inkişafını monitorik bir növ aparırıq və lazım gələrsə müəyyən dəyişikliklər etməyə də kömək edir. Təhsil sistemində və eləcə də cəmiyyətdə qiymətləndirməyə münasibət dəyişməlidir. Qiymətləndirmə məzmun standartlarının səmərəliliyini müəyyən etməli, şagird nailiyyətlərini etibarlı şəkildə ölçərək məlumat toplamasını təmin etməli, müəllim fəaliyyətinin effektivliyi barədə etibarlı təsəvvür formalaşdırmalı, təhsil proqramının inkişaf perspektivini müəyyənləşdirmə imkanı verməlidir. Hazırda şagird nailiyyətinin qiymətləndirməsinə əsas çatışmazlıq müəllimin, valideynin və onların təsirli şagirdin öyrənmə prosesində deyil, son nəticəyə maraqlı olması. Yəni bu nə deməkdir müəllimlər? Bu deməkdir ki, müəllim və şagirdlər daha çox qiymətdə maraqlıdırlar. Məsələn, valideyndir neçə aldın? Amma məsələn, valideyn soruşmalıdır ki, bu gün nə öyrəndin? Artıq sən qiymət almağa köklənmirsən. Nə əldə etdiyinə köklənməlidir şagird. Mən bu gün nə öyrənəcəm? Yeni bir şey nə öyrənəcəm? Yoxsa mən nə qiymət alacam deyə olmamalıdır. Və hətta bir çox hallarda valideynlər müəllimdən övladına qiymət yazılmasını tələb edir və ya övladının dərsləri barədə nəyi öyrəndiyini deyil, neçə qiymət aldığını soruşur. Belə olduğu təqdirdə şagirdlər də qeyri-ixtiyari olaraq köklənirlər ki, mən axırda neçə qiymət alacam. Yəni qiymət almaq naminə oxumaq var. Buna köklənirlər. Halbuki şagirdin həqiqətən inkişafı, öyrənməsi o qiymətlə deyil, nəticəni əldə edənə qədər keçdiyi proseslə və əldə etdikləri ilə ölçülür.
Bu cür yanaşma tamamilə kökündən dəyişilməli. Məktəb rəhbərliyi valideynlərlə, müəllimlər də şagirdlərlə bu istiqamətdə mütəmadi olaraq maarifləndirici seminar və iclaslar keçirməlidir ki, bu da cəmiyyətə dəyişiklik rahatlıqla baş versin. Nəhayət təhsil ictimaiyyəti cəmiyyətə düzgün qiymətləndirmənin şagirdin inkişafındakı əhəmiyyətini anlatmalı və bu işin lazımınca həyata keçirilməsinə dəstək verməlidir. Gəldik qiymətləndirmənin prinsiplərini. Bəs qiymətləndirmənin prinsipi nələrdir? Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları sənədində qiymətləndirmənin şəffaflıq, etibarlılıq, obyektivlik, qarşılıqlı əməkdaşlıq kimi prinsipləri verilmişdir. Qiymətləndirmənin həyata keçirilməsi üçün əsasən aşağıdakı prinsiplər verilmişdir. Uyğunluq və ya validlik, validity, bir etibarlılıq, reliability. Yəni, uyğunluq və validlik, etibarlılıq nədir? Gəlin hər biri haqqında nəzər keçirək. Uyğunluq və ya validlik dedikdə nəzərdə tutulan odur ki, hazırlanmış tapşırıqlar həqiqətən nəzərdə tutulanı ölçürmü? Yəni, belə deyək də müəllimlər. Yəni, bizim şagirdə öyrətdiyimizlə onlara qiymətləndirərkən, qiymətləndirmədə öyrətdiyimizi mi soruşuruq, yoxsa öyrətmədiyimizi mi soruşuruq? Artıq əgər təbii ki də öyrətdiyim bir mövzunu mən şagirddə qiymətləndirmə aparıramsa, deməli bu uyğunluq prinsipi pozulmayıb. Yox, əgər mən bu mövzunu öyrətmişəm, amma qiymətləndirərkən başqa bir mövzunu soruşuramsa, artıq burada uyğunluq prinsipimiz və ya validlik prinsipimizi pozmuş oluruq müəllimlər. Yəni, başqa sözlə desək, qiymətləndirmə əvvəlcədən planlaşdırılan bilik və bacarıq üzrə olan sahələr ölçməlidir. Əvvəlcədən planlaşdırılan, yəni əvvəlcədən keçdiyimiz, bildiyimiz, şagirdə nəzərdə tutulan bilik və bacarıqlar formalaşdırıb, nəzərdə tutulmayan bilik və bacarıqları ölçmək olmaz. Bu prinsiplə aparılan qiymətləndirmə şagirdlərin təlim nəticələrindən hansına nə dərəcədə çatdığını da asan şəkildə göstərə bilir. Yuxarıda deyilənləri misal olaraq təsəvvür edin ki, İngilis dili fənn müəllimi bölmə ərzində indi qeyri-müəyyən zaman təsdiq forması və 40-a yaxın yeni söz keçmişdir. Bölmənin sonunda KSG, yəni kiçik summativ qiymətləndirmə keçirir. Əgər qiymətləndirmə zamanı yalnız keçilən mövzularla bağlı tapşırıqlardan istifadə olunursa, demək qiymətləndirmə uyğundur, yəni validdir. Məsələn, 20 suallıq tapşırığın 10-u indiki qeyri-müəyyən zaman təsdiq formasını, 10-u keçirilmiş yeni sözlərə əhatə edə bilər. Əsas odur ki, qiymətləndirmə tapşırıqları keçilən mövzular mümkün qədər bərabər şəkildə əhatə etsin. Birinci şəklə baxın müəllimlər, görürsünüz? Yox, əgər qiymətləndirmə zamanı verilən tapşırıqlar müəyyən bir hissəsi keçilməyən mövzularla bağlıdırsa, deməli qiymətləndirmə validlik prinsipi pozulmuş olur. Məsələn, müəllim bölmə ərzində indi qeyri-müəyyən zaman təsdiq formasına və 40-a yaxın yeni söz keçmişdi. KSG zamanı 20 suallıq tapşırığın 15-i qeyd edilən mövzular, 5-i isə bölmə ərzində tədris edilməyən başqa mövzularsa, bu zaman bu hallarda qiymətləndirmə uyğunluq və validlik prinsipi pozulmuş olacaq. Eyni zamanda da müşahidələr göstərir ki, müəllimin dərs zamanı şagird nailiyyətini qiymətləndirən zaman istifadə etdiyi meyar məzmunla uyğunluq təşkil etmir. Yəni, validlik prinsipini pozur. Məsələn, biologiya dərsində məqsəd xaç çiçəklər və gül çiçəklər fərqləndirilməsi olduğu halda, müəllim şagird nailiyyətindən tərtibat, nizam-intizam, əməkdaşlıq, vaxtdan düzgün istifadə kimi meyarlarla ölçür. Göründüyü kimi, dərsin məqsədi ilə qiymətləndirmə zamanı istifadə olunan meyara uyğunluq təşkil etmədi. Yəni, əgər biologiya dərsində müəllim xaç çiçəklərlə gül çiçəklərin fərqləndirilməsi məqsəd budursa, deməli bu fərqləndirməyi bacarıb-bacarmadığı meyar olmalıdır. Bunu ölçməlidir. Yoxsa mən bunu qoyub, əməkdaşlıq, nizam-intizamı qiymətləndirirəmsə, artıq burada uyğunluq prinsipi pozulmuş olacaq. Etibarlılıq prinsipi bəs nədir? Etibarlılıq prinsipi dedikdə qiymətləndirmə nəticələrindəki davamlılıq nəzərdə tutulur. Baxın, bunu doğru şəkildə belə izah edeyim, daha sonra təhlil edək. Bu nə deməkdir? Yəni, etibarlılıq dedikdə, məsələn, mən şagirdə qiymətləndirmə keçirirəm, test keçirirəm. 2 dəfə test keçirirəm. Birinci test keçirərkən, tutaq ki, əldə etdiyi nəticə olub 70%. İkinci dəfə də test keçirirəm. Əgər ikinci dəfədə olub 70-75, deməli etibarlıdır. Yəni, nəticələr bir-birinə yaxındırsa, deməli bu etibarlılıq prinsipini qoruyub. Yox, əgər birincidə 70 toplayıbsa, ikincidə toplayıb tutaq ki, 50 və yaxud da
50 neçə, 60-a yaxın. Artıq burada uyğunluq prinsipi pozulmuş olacaq. Yəni kəskin fərq varsa, artıq demək ki, nəticə etibarlı deyil. Və ya tutaq ki, birinci test nəticəsinə 90 toplayıb, ikincidə toplayıb 70, 60. Artıq nə olur? Artıq etibarlılıq prinsipi uyğun deyil. Yəni davamlılıq şagirdlərin eyni qiymətləndirmə tapşırıqlarının fərqli zamanlarda etdiyi zaman aldığı nəticələrə maksimum dərəcədə eynilikdir. Məsələn, şagird noyabr ayında etdiyi qiymətləndirmə tapşırığından 80% yaxın olmalıdır. Kəskin fərq müşahidə edilərsə, məsələn, şagird 60% nəticə göstərərsə, demək nəticə etibarlı deyil. Etibarlılığın başqa göstərici isə eyni mövzu üzrə, lakin fərqli tapşırıqlar verildiyində şagirdin nəticəsindəki eynilik nəzərdə tutulur. Məsələn, şagird KSQ zamanı bölmə ərzində keçirilmiş mövzulardan qiymətləndirmə tapşırığı edərkən 80% nəticə göstərib. Bu zaman şagird həmin bölmə ərzində keçirilmiş mövzulardan, lakin əvvəlkindən fərqli qiymətləndirmə tapşırığı etdikdə isə 80% ətrafında olması nəticənin etibarlı olduğunu, əks halda isə etibarsız olduğunu göstəricisidir. Üçüncü şəkildə gördüyünüz hədəflərə qiymətləndirmə tapşırıqlarının uyğunluq və etibarlılıq səviyyəsini göstərir. Şəkildə gördüyümüz qara nöqtələr qiymətləndirmə tapşırıqları, bütöv hədəf isə qiymətləndirmə məzmunu kimi təsəvvür edək. Qara nöqtələr qiymətləndirmə tapşırığımızdır. A hədəfində qara nöqtələr hədəfin iki hissəsində dağınıq şəkildə yayılıb. Qara nöqtələrin hədəfin iki hissəsində yayılmış tapşırığın məzmununu tam əhatə etməsini, beləliklə də uyğun olmadığını, dağınıq olması isə nəticələrin hər dəfə fərqli olması və buna görə də etibarlı olmadığını göstərir. B hədəfinə baxaq. B hədəfindəki qara nöqtələr hədəfin 4 hissəsində dağınıq şəkildə paylaşılıb. Qara nöqtənin 4 hissəsinə paylaşması məzmun tam əhatə olunub. Dağınıq olması isə yenə də nəticənin fərqli, yəni bununla da etibarlı olmadığına işarədir. C hədəfində qara nöqtələr yalnız bir hissədə toplanıb. Deməli, tapşırıq məzmunu tam əhatə etmir, uyğun deyil. Lakin qara nöqtələrin bir yerdə toplaşması, yəni testlərin, nəticələrin oxşar, yəni etibarlı olduğunu göstərir. D hədəfində isə qara nöqtələr 4 hissəsini əhatə edən bir mərkəzdə toplaşır. Bu o deməkdir ki, məzmunu əhatə edir və nəticələr üst-üstə düşür. Ona görə də oxşar olduğundan etibarlı sayılır. Qiymətləndirmə standartı haqqında ümumi məlumat. Hər bir fən kurikulumunda məzmun standartları və onların mənimsənməsi üçün istifadə edilən strategiyalarla yanaşı, nail olmuş təlim nəticələrinin, əldə edilmiş bilik və bacarıqların qiymətləndirməsi məqsədilə müvafiq qiymətləndirmə standartı nümunələrindən də istifadə olunur. Məzmun standartı inteqrativlik təlim nəticələri olub, şagirdə müvafiq bilik və bacarıq dəyərlərə nail olmağı səviyyəcə dəyişməsini təmin edir. Və 4 səviyyəmiz var, hansı ki bu hansılardır? Burada 2 əsas sual əhatə edir. Mən nə qiymətləndirməliyəm? Yəni obyekt. Aşağı, orta, yuxarı nailiyyət səviyyəsində xüsusiyyəti necə müəyyənləşdirmək olar? Birinci ən aşağıdır, dördüncü isə ən yüksək səviyyədir. 1 və 2-ci səviyyə əksər şagirdlər, 3 və 4-cü səviyyəsi daha istedadlı şagirdlər üçün nəzərdə tutulub. Qiymətləndirmə sxemləri qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl həyata keçirilməsinə imkan verir. Tədrisin səmərəliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin edir və tələb edir ki, hər bir müəllim müvafiq şərtlər üzrə öz meyarlarını müəyyənləşdirsin. Qiymətləndirmə sxemləri şagirdin işini qiymətləndirmək üçün müəllimin sərf etdiyi vaxtı azaldır. Bəli, artıq mən əvvəlcədən planlaşdıraramsa, qiymətləndirmə meyarımı müəyyən edərəmsə, artıq mən tədris zamanı bilirəm ki, necə qiymətləndirəcəm. Mənim vaxtıma da qənaətdir. Həmçinin də keyfiyyət səviyyələri vasitəsilə müxtəlif qabiliyyətə malik şagirdlərinə təhsil aldığı siniflərdə nəzərə almağa şərait yaradır. Eyni zamanda qiymətləndirmə sxemi fəaliyyətin qiymətləndirməsi zamanı istifadə edilən meyarlarla bağlı şagirdi məlumatlandırması, onların işini necə qiymətləndirəcək və onların nələr tələb olunduğunu aydın şəkildə göstərməklə konkret məqsəd və tələblər müəyyən edilir. Bəli, biz şagirdə meyarlarımızda deməliyik ki, sizi qiymətləndirirkən bu meyarlar əsasında qiymətləndirəcək və artıq onlar işin nədən getdiyini, nə tələb olunduğunu aydın formada bilirlər. Bu sxemlər şagird işlərinin keyfiyyətini daha da yaxşı qiymətləndirməklə tədris təlim prosesinə irəliləyişin qiymətləndirmək üçün çərçivə təyin edir. Və qiymətləndirmə sxemləri mahiyyət etibarilə 2 növə ayrılır. Baxın müəllimlər, indi isə qiymətləndirmə növlərinə bir dənə ümumi şəkildə nəzər yetirək. Qiymətləndirmənin növləri var, hansılar ki, biz ilk öncə qiymətləndirmənin diaqnoz, məktəb daxili
məktəb daxili deməli qiymətləndirmənin 3 növü var. Diaqnostik, formativ, summativ. Gəlin diaqnostik qiymətləndirməni keçsək, formativ, summativ isə növbəti dərslərdə keçəcəyik. Diaqnostik qiymətləndirmə mahiyyəti və əhəmiyyəti nədir? Diaqnostik qiymətləndirmə müəllimə şagirdlərin güclü və zəif tərəflərini, bilik və bacarıqlarının mövcud vəziyyətini müəyyənləşdirməyə imkan verən ilkin qiymətləndirmədir. Baxın, tutaq ki, sinifinizə yeni bir şagird gəlib, müəllimlər. Yeni bir şagird gəlib və siz onların bilik və bacarığının nə səviyyədə olduğunu ölçmək, bilmək istəyirsiniz. Bir növ diaqnostik qiymətləndirmə aparırsınız. Buna şifahi sual verə bilərsiniz və ya da test formasında da edə bilərsiniz. Və artıq o testi və ya da sualı cavabından artıq siz bilirsiniz ki, şagird hansı səviyyədədir. Artıq siz müəyyən bir onun haqqında, biliyi, bacarığı haqqında müəyyən bir təsəvvürə malik olursunuz. Yəni bir növ barometr rolunu oynayır. Və siz artıq bilirsiniz ki, dərsinizi planlaşdırarkən, yəni növbəti addımı nə edəcəksiniz? Sizdə bir ümumi təsəvvür yaranır. Əgər məsələn tutaq ki, hər hansı bir yerdə mövzunun hissəsində çətinlik çəkirsə, siz onu daha da aydınlaşdırırsınız, izah edirsiniz. Yox, əgər yaxşıdırsa, artıq siz növbəti addıma keçməlisiniz. Diaqnostik qiymətləndirmə nə zaman aparıla bilər? Yeni dərs ilinin və ikinci yarımilin əvvəlində, tədris resurslarına nəzərdə tutulmuş hər bölmənin əvvəlində, məktəbdən məktəbə və ya da sinifdən sinifə keçdikdə. Bu qiymətləndirmənin məqsədi təlimi planlaşdırmamışdan əvvəl şagirdin bilik və bacarıq və yanlış bildiyi məsələləri müəyyənləşdirmək və effektiv təlimin təşkili. Yəni şagirdə nəyi yanlış bilir, nəyi doğru bilir, əvvəlcədən bilir və artıq təlimini ona uyğunlaşdırır, qurur. Bu qiymətləndirmə növü tədrisin fərdiləşməsinə də imkan verir, diferensial təlimə imkan verir, bəli. Diaqnostik qiymətləndirmə müxtəlif üsullardan, məsələn, tapşırıq vermə, müşahidə istifadə olunur. Diaqnostik qiymətlərin nəticə ilə bağlı müvafiq yazılı qeydlər təhsil alanın fərdi qovluğunda, portfolyosunda da saxlanıla bilər. Diaqnostik qiymətləndirməni effektiv aparmaqla müəllim şagirdlərin artıq mövzu ilə bağlı nə bildiklərini və nəyə öyrəndilməsinə ehtiyac olduğunu dəqiqləşdirə bilir. Bəli, artıq müəllim bilir ki, şagird nəyi bilir, nəyi bilmir, hansı hissədə zəifdir və artıq ona nəyi öyrətmək lazımdır, nəyə ehtiyacı var, onu bilir. Bunun üçün də aşağıdakı suallara cavab tapmaq kifayətdir. Şagirdlər artıq nəyi bilirlər, şagirdlər nəyi bilmirlər, şagirdlər digər şagirdlərlə müqayisə təlim nailiyyətlərinə görə hansı səviyyədədir. Bu xüsusiyyətlər nəzərə alınmış tədris prosesi şagirdlər üçün darıxdırıcı olmur, əksinə daha maraqlı gəlir. Belə qiymətləndirmə həm də şagirdlərin yanlış bildiklərini üzə çıxardır, aydınlıq gətirir və müəllim yeni mövzunun təqdim edilməsində nədən başlamalı olduğunu bilir. Belə bir qiymətləndirmə şagird üçün risk təşkil etmir. Testdə səhv sizi çaşdırmaq üçün verə bilər ki, diaqnostik qiymətləndirmə şagird üçün risk təşkil edir. Risk təşkil etmir, çünki onun güclü və üzərində işləməli olan tərəflərini ortaya çıxarmağa imkan verir. Həm diaqnostik, həm də formativ qiymətləndirmə təlimi daha effektiv təşkil etmək üçün müəllimi məlumatlandıran qiymətləndirmə vasitəsi olmasına baxmayaraq fərqli aspektlərə toxunur. Bu qiymətləndirmədə keçiriləcək mövzu ilə bağlı həm köhnə, həm də yeni biliklər yoxlanılmalıdır. Formativ qiymətləndirmə dərs boyu davam edir və müəllim keçirilənlərin şagird tərəfindən nə dərəcədə mənimsədiyini ölçür. Diaqnostik qiymətləndirmədə bütün qiymətləndirmədən əvvəl aparıldığından mövcud vəziyyət üçün şagirdlərin bundan əvvəl həmçinin aşağı siniflərdə nəyi öyrənmiş olduqlarını aşkar edir. Məsələn, tarix fənnində 7-lik müharibə mövzusuna keçid almamışdan əvvəl şagirdlərin İngiltərənin bundan əvvəl iştirak etdiyi müharibələr haqqında bildiklərini və 7-lik müharibə haqqında nə bildiklərini yoxlamaq olar. Diaqnostik qiymətləndirmə üçün nəzərdə tutulmuş tapşırıqlardan həm də şagirdlərə bölmənin sonunda nələri öyrənmiş olduqlarını müəyyənləşdirmək üçün istifadə etmək olar. Bəli, mən bölməni keçirəm və bölmənin sonunda artıq şagirdin nəyi öyrəndiyini, nəyi bilib, nəyi bilmədiyini artıq ölçmüş ola bilərəm, istifadə edə bilərəm. Lakin sonda bu qiymətləndirmə tapşırıqlarının istifadə olması yenidən diaqnostik qiymətləndirmə keçirməyimiz anlamına gəlmir. Bu cür istifadənin başqa bir üstünlüyü var ki, şagirdlər yeni bölmə haqqında ilkin biliklərini yoxlayır və bölməni keçib mənimsədikdən sonra eyni sorğu və ya testi təkrar işləyib nəticələri müqayisə edə bilərlər və beləliklə özlərinin öyrənmə tərzlərini də, özlərinin öyrənməni də ölçə bilərlər. Bu cür yoxlama şagirdlərə psixoloji olaraq yaxşı təsir edir. Çünki nailiyyət əldə etdiklər hissəsinə sahib olurlar.
Diaqnostik qiymətləndirmə müəyyən bir bala və ya düzgün cavabların sayına nəzərdə tutulan bir rəqəmə, qiymətə əsaslanmır və şagirdlərin yekun qiymətləndirməsinə təsir etmir. Bəli, müəllimlər, sizə tez-tez düşə bilər sual. Belə ki, yekun qiymətləndirmə təsir edir. Xeyr, bu heç bir təsir etmir. Heç bir şeydə, heç bir yerdə yazılı formada yazılmır. Yalnız şagirdlərin fərdi qovluğunda saxlanılır. Jurnala yazılmır diaqnostik qiymətləndirmə balı və diaqnostik qiymətləndirmə sinifdə hansı üsullarla həyata keçirilmək olar? Müəllim özünün tərtib etdiyi hər hansı bir tədris kursu və ya tədris vahidi, öncə təqdim etdiyi tapşırıqlar ola bilər, sinifdə aparılan sorğular ola bilər, BİBÖ ola bilər, bilirəm, istəyirəm, biləm. Eyni zamanda klasterdə demişdik ki, diaqnostik qiymətləndirmə aiddir, klaster iş üsulumuz. Sinif müzakirəsi apara bilər və s. Bu da bizim diaqnostik qiymətləndirməmiz çox rahat